Ki bu bütün prosesler kökün dəyişməli. Biz bezmişik, boğaza yığılmışıq da. Tutursan tut, öldürürsən öldür. Başımıza daş salırsan daş sal da. Neyinirsən elə də da. Biz yaşaya bilmirik da. Bezmişik, boğaza yığılmışıq. Mən hüquqi dünya görüşü, mən yaradıcı dünya görüşü olan adamam. Mən Azərbaycan normal, sivil cəmiyyət, sivil dünya görüşə, müasir dünya təfəkkürə malik bir insanam. Mən bilirəm insan necə yaşamalıdır, mən bilirəm cəmiyyət necə olmalıdır, hüquqi dövlət necə olmalıdır. Bunların hamısını bilirəm. Siz bunların heç birini eləmirsiniz, biz də olmuşuq dəli. Biz də olmuşuq dəli, əsəblərimiz pozulub, sinir sistemlərimiz pozulub. Biz sizdə niyə? Yəni sizdə nə cür mübarizə aparaq biz? Yəni nə deyək sizə? Nə qaraq? Bütün prosedurlarda yəni qarşısınız da biz. Dubinka deyirsiniz, təpəmizə dubinka vurursunuz. Seçki deyirsiniz, seçkini saxtalaşdırırsınız. Maaş deyirsən, vermirsən. Da niyə? Sən hansı dillə danışaq səninlə? İnsan problemlərinin qarşısında bir deyirlər ki, get. Bizim Qarabağ kimi problem. Ay, nə Qarabağ problemi? Qarabağ alırsan al, almırsan da deyən almıram da. Da biz işimizi gücümüzü bilək də. Bizi əskəri aparıb, müharibə aparıb, orada şəhid eləyəcəksən, öldürəcəksən, öldür. Öldürməyəcəksən də biz bilək ki, bizim yaşayışımız nədir da. Bizə ilahi təbiət, ilahi qüvvə bizə yuvarlaq götürəndə bir 70 il ömür verib. Mən müharibə istəyən bir qələm adamı deyəm. Mən istəmərəm heç vaxt müharibə olsun və hətta bayaq statusunda da yazdım ki, bir dəfə erməni şəkillərinə otağımda kompüterdə baxırdım. Anam gəlib o erməni meyitlərinin şəklinə baxdı və hönkür-hönkür ağladı, elə hıçqırıq-hıçqırıq da getdi. Da mən onu pərt eləyib demədim ki, bu Azərbaycanlı deyil, bu ermənidir. Amma bunun mahiyyəti bir qələm adamı kimi nədən ibarət? Nə dəxli var? İnsan ölür da. Erməninin də bir At-Abdullayevi var, erməninin də bir Mirşahini var, erməninin də bir Eynullahsı var, onun da bir, nə bilim, hər şeylə bir eyni xalqdır da. Ortaya qalıb qoyurlar Qarabağ problemi, qırın bir-birinizi, orada, bu burada. Yəni bunu belə balaca uşaqdan da soruşsan, bu artıq bunu bilir. Siz bu qədər primitiv bir şeyi gətirib bu millətin ruhuna yadır. Necə bunu təkrar, necə yeridə bilir? Artıq hamı hər şeyi bilir. Git birinsin uşağından soruş. Birinsin uşağı sənə Qarabağla bağlı bütün həqiqətlər deyəcək. Bütün həqiqətlər deyəcək. Vətənpərvər ruhu nədir ki? Nə adamın vətənpərvər ruhu nə qədər qalxar? Tabi 1000 dəfə qalxdı da qutardı. Ya apar bizi öldür, ya da qutar. 2 dəqiqədən bir vətənpərvər ruhumuzu qaldırırsan, indirirsən, qaldırırsan, indir. Da bunun axırı nə olacaq? Da bəsdir, da ayıbdır. Ya alırsan al, ya da almırsan. Ya apar bizi öldür, ya da öldürmə. Da qutarsın bu söhbət. Da bir adam balası kimi yaşayaq da, normal bir maaşımız olsun. Balamız normal yaşasın, uşağımızı maşına mindirə bilək, uşağımıza oyuncaq ala bilək, balamız xoşbəxt olsun, qızımız belə oyuncaq. Və görsən, biz bütün bunlar hamısı zülüm, zillətlə eləyirik. Da bunun axırı nə olacaq? O yana durub gələcəyimi deyir, Qarabağ kimi dərdimiz var. Ay, sənin bu dərdin ayıbdır. Da qutardır, bəs. Bezdirdin bizi. Dünya ədəbiyyatı, mədəniyyəti nə işlərlə məşğuldur? Biz nə ilə məşğuluq? Biz gedib prezidentin ağzına gözümüzə dikmişik ki, bizə ev versin. Ay Allah, bunun yatısına biri ev versin. Biz gedək evimizdə yaşayaq. Evdə də gedib öləcəksən, infarkt olacaqsan, meydin çıxacaq o evdən. 40 ildən sonra. Kişi, bu dünya yaradır, ədəbiyyat yaradır, mədəniyyət yaradır. Biz 40 il gözləyirik ki, jurnalistdən bir axın belə yavaş-yavaş qalxacaq, bizim orada 9-cu mərtəbədə evimiz olacaq. Adamın sinir sistemləri, əsəbləri pozulur. Bu nə ölkədir? Bu nə mədəniyyət? Burada mən nə mədəniyyət yaradım mən? Bu ölkədə nə əxlaq kodeksi qoyum ortaya mən? Ben neyim? Mən 3 ildir gözləyirəm ki, jurnalistlərin binası tiksin, qalsın yuxarı. Mənə orada bir ev versinlər. Gedim öz həyat yoldaşımla, ailəmlə. Orada rahat bircə il həyat yaşayayım. 3 ildən sonra da vermirlər. Mən nə ədəbiyyat yaradım o kişi? Ayıb deyil. Mən nə ədəbiyyat gözləyirsən, nə mədəniyyət gözləyirsən? Mən alqaş olmalıyam, mən əyyaş olmalıyam. Mən
dilənməliyəm, mən əxlaqsız olmalıyam, mən mənəviyyatsız olmalıyam. Buna mənim dövlətim, buna mənim xalqım, millətim, hökumətim, hakimiyyətim məcbur edir buna məni. Mən nə sağ yatçı olar, sən məni qoyursan yatçı olar.